Herkese selamünizdə kanalıma videoma hoş geldiniz. Bu yeni bir videoda karşınızdayım. Videoyu keçməzdən əvvəl kanala destek olmaq üçün abunə ola bilərsiniz. Videomu bəyəndiyinizdə like edə bilərsiniz. Həmçinin dostlar Telegram kanalımıza gələ bilərsiniz. Burada təminlər və kriptovalyutalar haqqında məlumatlar paylaşır, alış-satış siqnalları paylaşır, airdroplar paylaşır, həmçinin şəxsi analizlərimi və s. paylaşıram. Həmçinin müzakirə qrupunda bunları müzakirə edirik. Gəlin videoyu keçək dostlar. Bugünkü videoda yatırım etmeye başla adlı videomuzdur bugünkü videonun mövzusu. Yəni investisiyaya başlayacağıq. Daha doğrusu mən hal-hazırda indi sıfırdan yatırım etmeye başlasam necə başlayaram, nələr edərəm, nələr etməliyəm və bu müddət ərzində şəxsi gördüklərim mənə hansı təcrübələr qazandırdı, bundan danışacağıq dostlar. İlk öncə bunu deyim ki dostlar, bazara full, yani bütün sektorlara yatırım heç vaxt sizlərə normal pul qazandırmayacaq dostlar. Bəli, bazarın gerçəkliyi budur. Yəni hal-hazırda sənin bazarında 2 illik bir fəaliyyətin var, 2 ildən biraz çox bir təcrübəm var. Bu müddətdə deməli müharibələr də gördüm bazar şəraitində, deməli müxtəlif deməli inflyasiya şokları, enerji şokları, tarif şokları və bu kimi şoklarla bazarın işləyişini, bazarın deməli mexanizmini hardasa tam da olmasa, yəni 2 ildir bazarı təbii neçə illərdir, 20 il, 30 il bu bazarda olanlar var, bazarı tam mənimsəyə bilmirlər. Lakin hardasa bu bazarı kiçik bir hissəsini belə olsa mənimsəmiş sayılıram dostlar. Yəni özümü mənimsəmiş hesab edirəm, az bir hissəsini belə olsa. Məsələn, Nasdaqdan sizlərə nümunə gətirəcəm. Çünki ümumi Nasdaq 100 texnologiya deməli şirkətinin indeksidir, yəni ortalamasıdır. Ona görə də Nasdaqdan birinci misal gətirəcəm, sonra digər misallara keçəcəyik. Güncəl ildə 13%lik bir artım eləyib. Bu artımın əsas səbəbi buydu ki, hal-hazırda məsələn müharibə dövründəyik dostlar. Məsələn, dediyim kimi bütün sektorlara yatırım normal pul qazandırmır. Məsələn, neftə baxırıq, hal-hazırda neft 101 dollardır. Yəni deməli İran ABŞ müharibəsindən müharibə başlamamışdan əvvəl kimdən soruşsaydın deyəcəkdi bu oyundur, olmayacaq və s. və ilaxır. Neftə yatırım etmək məntiqli deyil. Lakin nə gördük? Gördük ki, həqiqətən də müharibə başladı və neft 120 dollarlara qədər artım etdi dostlar. Bəli, bu faktdır və neft şirkətləri bu ərəfədə neçə faizlərlə pul, hətta 100%-in üstündən çıxan müxtəlif dövlətlərin neft şirkətləri oldu dostlar. Yəni sözüm bundadır ki, bazarda trendlərə oynamaq lazımdır dostlar. Trendlərə, əgər müharibə varsa neftdə oynamaq lazımdır. Əgər texnoloji inqilab varsa texnologiyaya oynamaq lazımdır. Əgər qızıl və gümüşə tələbat artırsa regional gərginlikdə qızıl və gümüşə oynamaq lazımdır. Məsələn, hal-hazırda sizlərə belə bir trendə ipucu verim. Hal-hazırda deməli Bitcoin-də deməli ABŞ dövlət səviyyəsində yeni bir qanun gətirəcək bu yaxınlarda və bu Bitcoin-i rəsmən rəsmiləşdirəcəklər dostlar. Yəni ona görə Bitcoin hal-hazırda 80 bin dollar üstündə ticarət edilir. Ona görə yenidən 70 bin dollara düşmür. Yəni səbəb budur. Ona görə də Bitcoin və əsas kriptovalyutalar trendi demək olar başlayıb məncə. Yəni öz təxminlərimə görə yatırım etmə və yaxud etmək sizin qararınızdır. Lakin təxminlərimə görə bu kimi ABŞ-da gələcək qanunlara görə hal-hazırda kriptovalyuta trendi başlayıb və Bitcoin-in artıma davam edəcəyi yönündəki proqnozlar daha yüksəkdir. Məsələn, neftin qatarına qaçırtdıq biz. Məsələn, neftə yatırım edib, hətta tanıdıqlarım vardı, yəni neftə yatırım etmişdilər. Daha doğrusu neft şirkətlərinə yatırım etmişdilər və 100%-in üstündə qazandıran şirkətlər olmuşdu neftin bu deməli artımın nəticəsində. Lakin ümumi enerjinin artımı deməli bu şirkətlərin zərər etməsinə, yəni gətirib çıxara bilir. Səbəbi budur ki, təbii olaraq enerji bahalaşması inflyasiyanı artırır, şirkətlərin, zavodların və fabrikaların işləyişini azaldır və ona görə də inflyasiya səviyyəsini artırır. Lakin indi düzdür, Trumpın danışıqları o qədər də çox şişirtmədir. Yəni deyir ki, neft qiyməti düşəcək Amerikada. Amma danışdıqlarında bir həqiqət də var. Nə mənada? Məsələn, ABŞ-ın son illərdə neft istehsalı keçən illərə nisbətən həddən artıq rekord nəticələrdə artıb. Həmçinin Venezuelada istehsal artıb və
Buna görə də Hörmüzdəki neft boşluğunu bu kimi faktorlar doldura bilər. Həmçinin İran-ABŞ müharibəsində də bir qızğın müharibə yoxdur hal-hazırda. Demək olar az-çox atəşkəs ab-havası var regionda, düzdür. Livan cəbhəsində o vəziyyət tamam əksidir. Lakin İran cəbhəsində atəşkəs var. Ona görə də deməli neftin o qədər də yəni $100 üstündə uzağı yəni $105 qədər maksimum qalxacağı və sonradan yenidən $100 altına və yaxud $100, $105 səviyyəsində ticarət ediləcəyinə dair təxminlərim var. Düzdür, video biraz ətraflı oldu. Yəni video mövzusu budur ki, deməli investisiyaya indi başlasaydım nələrə yatırım edəcəkdim? Dediyim kimi trendlərə oynayacağıq dostlar, trendlərə. Məsələn, kriptovalyuta trenddədirsə, kriptovalyuta şirkətlərinə oynayacağıq, MicroStrategy oynayacağıq, məsəl üçün Bitmain oynayacağıq, yəni kripto holding şirkətlərinə oynayacağıq. Texnologiyadırsa, məsələn, texnologiya şirkətlərinə oynayacağıq. Məsələn, Ayva Texnologiya deməli mən bunu Trade maliyyə adamı səhifəsində də paylaşmışdım. Həmçinin Telegramda da paylaşmışdım. Deməli YouTube-da da bir neçə videomda paylaşım etmişdim. Bu şirkətin Lidar texnologiyasında bir lider olduğunu vurğulamışdım və bu şirkət bizə 3 gün ərzində 40%-dən daha çox qazandırdı. Yəni Lidar texnologiyası bu cür bizlərə qazandırdı. Dediyim kimi trendlər budur. Bu trendlərə oynayacağıq. Sonra hansı trendlərə oynayacağıq? Məsələn, şirkətlərdən nümunə gətirim sizlərə. Məsələn, deməli, penny stoklarımız və s. Məsələn, Kill Infrastructure Corporation hal-hazırda tam Bitcoin mining etməsə belə, deməli, Bitcoin'in qiyməti qalxarkən bu Kill Infrastructure Corporation şirkətində səhmləri qalxır. Bunun əvvəl adı Bitfarms Ltd idi, sonradan dəyişdi. Yəni kriptovalyuta şirkətlərinə mining şirkətləri də daxildir. Məsələn, Lidar texnologiyasında təkcə AFV şirkəti yoxdur. Həmçinin Tesla da Lidar texnologiyasında müəyyən yeniliklər eləyir. Məsələn, digər şirkətlərimiz də var. Məsələn, Nvidia, Marvell, Intel və digər şirkətlərə görə çox dəyərlənməyib və hal-hazırda gördüyünüz kimi günlük 2% yüksəlişdədir, yəni $225-dadır. Nvidia şirkəti bir il ərzində 81% dəyər qazanmışsa, bu möhtəşəm nəticədir. Həqiqətən möhtəşəm nəticədir. Bunun çox dəyərlənmədiyini hardan bilirəm? Deməli, şirkətlərdə belə bir göstəricilər olur ki, satış başına və yaxud ümumi deməli dəyərləndirmə oranları, dəyərləndirmə səviyyələri deyə bir səviyyə olur. Məsələn, price to sales səviyyəsi 24, məsələn, aşağıdır. Çünki texnologiya səviyyəsində minimum 20 olur. Məsələn, bunda 24-dür. Daha çox yüksək səviyyə 24, məsələn, normal və yaxud hardasa aşağı səviyyələrdədir. Həmçinin Nvidia-nın satışlarında, məsələn, burada 44-dür ümumi, amma bu 44 də elə də yüksək deyil, məsələn, daha da yüksək ola bilər. Məsələn, Marvel-la müqayisə edək, Marvel bu yaxınlarda çox sürətli şəkildə artdı. Marvel Technology şirkəti, məsələn, Marvel-ın maliyyəsində baxaq, deməli, görürük ki, məsələn, 17-dir. Düzdür, Marvel-da da məsələn price to sale 17 zəifdir, lakin FK səviyyəsi yüksəkdir hardasa Nvidia-yə görə. Məsələn, belə bir səviyyələrə uyğun da deməli müqayisə etmək olur. Həmçinin gəlirlərinin artımına da görə də müqayisə etmək olur. Məsələn, Oracle şirkəti çox artsa belə bir ay ərzində 36% qazandırsa belə bir il ərzində görürük ki, zirvədən qat-qat aşağıda da hal-hazırda yenə də. Yəni bu kimi faktorlar da var. Məsələn, Robinhood şirkəti, Robinhood birja şirkətidir. Məsələn, hal-hazırda açılış öncəsi müsbətdədir. Biz güncəl ildə Robinhoodun dəyər itirdiyini görürük. Yəni $152-lardan $78-lara, hətta $70-lara qədər düşüş etmişdi. $66-lara, 65-ə düşüb hətta. Sonradan 90-a qalxdı və hal-hazırda 78-dədir. Yəni Robinhoodun da artım etməsi, çünki kriptovalyuta dediyim kimi trendi olanda birjalar, mining şirkətləri, kripto holding şirkətləri, bu kimi şirkətlər də artıma keçirlər. Yəni bazarlarda bu kimi faktorlara önəm yetiririk. Məsələn, bu yaxınlarda deməli Trump çıxışında Dell şirkətinin belə bir çıxış etdi ki, Dell alın. Yəni təsəvvür edin, bu adam çıxışında Amerikan prezidenti bir cümlə dedi və o cümlənin içində belə bir söz işlətdi ki, Dell alın. Yəni Dell texnologiya alın.
və bunun deməklə şirkət $230-lardan $260-lara qədər artım etdi. Yəni belə bir gücü var bu adamın. Lakin dediyim kimi bunlar deməli şirkətin artımını davam etdirə də bilər, etdirməyə də bilər. Məsələn, deyər ki, hər hansı bir şirkəti alın, amma sonradan bu şirkətə görə bilər ki, investorlar bu şirkətin gəlirləri o qədər dörə açan deyə sata bilərlər. Amma yox, əgər artıma davam edibsə, təbii ki, almaq hardasa məsləhətlidir. Bu videoda deməli misal çəkdiyim heç bir şirkət alış məsləhəti deyil. Sadəcə investisiyaya başlasam nə edərəm, necə edərəm bu mövzuda videodur, video mövzusudur bu mövzudadır. Təbii olaraq penny stoklara da yatırım edərəm dostlar. Penny stoklar deyərkən $1 aşağı, əsasən $1 aşağı olan şirkətləri nəzərdə tuturam. Məsələn, bir çox penny stokumuz var idi. Məsələn, FMAC inc şirkət cəmi dostlar müəyyən müddət ərzində $60 sentdən $1 qədər artım etmişdi və satmışdı. Hal-hazırda çox aşağıdadır. Düzdür, hal-hazırda qiyməti çox aşağıdadır, müəyyən riskləri var və s. Amma yəni FMAC inc şirkəti həmçinin buna oxşar bir çox şirkətlər geri dönüş eləyə bilirlər dostlar. Yəni necə deyim, satışlarını artıra bilirlər, maliyyə nəticələri müsbət ola bilər və yaxud yeni bir xəbərlər, katalizatorlar olarsa şirkətlər müəyyən artımlar edərək yaxşı pullar qazandıra bilirlər. Sizlərə çox nümunə göstərə bilməyəcəm, çünki deməli penny stokların əksəriyyətini VIP qrupumuzda deməli paylaşıram. VIP qrupa gələ bilərsiniz. Aylıq ödənişi bu həftə 50 azərindir. Orada penny stoklar paylaşıram. Müxtəlif deməli minimum səviyyəsində olan səhmlər paylaşıram. Yəni sizlərə həmən qrupda sistemli şəkildə alış etməyə göstərirəm. Yəni şəxsi analizlərini paylaşıram. Hardan alıb, hardan satmaq lazımdır və s. Hətta şəxsi sizin portföylərinizi də yəni fərdi olaraq düzəltməyə çalışırıq bir yerdə və demək olar dostlar, sizin portföyünüzü mən idarə edirəm. Yəni sizə məsləhətlər verirəm və nəticədə siz də pul qazanırsınız. VIP qrupumuz belədir. Bugünkü video bu qədər dostlar. Ümid edirəm açıqlayıcı oldu. Ümid edirəm nələr öyrənə bildiniz. Sağ olun, salamat qalın. Videoları görüşənə.